Hoş gününüzə gələk. Anar bəy, bu Ətir ayın gəlir Kərbəlayı. Səfər hanım düz mü oxudum? ətri gəlir Kərbəlanın. Bəli, bəli. Ətiri gəlir Kərbəlanın. Buyurun. Bəli. Anar bəy, bu ay üzrə əmək pensiyaları nə zaman ödəniləcək bilmirsiniz? Bakı Sumqayıt Abşeron Naxçıvan üzrə əmək pensiyaları 5 mart tarixində başlayacaq ödənməyə, 6 mart tarixində yekunlaşacaq. Bayramla əlaqədar olaraq bütün ödənişlər vaxtından çox tez qrafikdə veriləcək ki, hərbiçilərin pensiyaları, güzəştli şərtlərlə pensiyalananlar, bölgələrin pensiyaları martın 10-u başlayacaq ödənməyə, 11 tarixində yekunlaşacaq. Sosial müavinət, təqaüd, veteranlıq, sosial yardımlar isə az öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən düz xəbərə verilən son dəqiqə ekskluziv xəbərə görə 12 mart tarixində başlayacaq, 13 mart tarixində yekunlaşacaq. Beləliklə, martın 13-nə kimi bütün ödənişlər vətəndaşlara qrafikdən tez bir şəkildə veriləcək. Bir dəfəlik Novqotda verildiyi kimi Novruzda da 200 manatlarla bağlı sualımı ünvanladım. Onlar açıqlama verdi ki, bu barədə rəsmi bir xəbər hələ ki yoxdur. Təsdiqini tapan xəbəri yoxdur. Bunun üçün cənab prezidentin sərəncamı lazımdır. Olmayacaq demirik, olacaq mı? Bunu zamana buraxırıq. Bu açıqlamanı verdilər. Minnətdarım.